Ənvər müəllim, bir xanım izləyicimizdən bir sual gəlibdi, onu sizə yönləndirmək istəyirəm. Boşanmışam, amma üzərimdə nəzarət hiss edirəm. Elə bilirəm küçədə hər kəs mənə baxır. Hal-hazırda çox geniş yayılmış bir hissdir. Hansı ki, boşanan xanımların atası, anası, rəfiqələri, bacısı, qardaşı, kök ailəsi onun boşanmasını dəstəkləməyəndə bu cür hissləri yaşamış olur. Burada ən önəmli məsələ həmən xanım boşandığını kiməsə, yəni boşanarkən haqlı olaraq boşandığını kiməsə sübut etməyi dayandırmalıdır. Bu çox önəmli bir məsələdir. Yəni, niyə boşanmısan sualına cavab verməyi özünə məcbur qılmamalıdır ki, adətən insanlar qorxanda ki, bu dəqiqə mən sual verəcəklər, niyə boşanmısan, mən ona hansı cavabı verim, ümumiyyətlə özünü sübut eləməyi bitirməlidir. İkinci bir məsələ, özü ilə tək qalmağı bacarmalıdır. Yəni, özü ilə üzləşməyi bacarmalıdır. Necə? Misal üçün, cibində son pulu belə olmuş olsa, gedib yaxşı bir restoranda təkcənə oturub yemək yeməyə bacarmalıdır. Bir filmə gedib baxmalıdır kinoteatrda. Bir kafedə gedib oturub tək kofe içməyi bacarmalıdır. Yəni, insanlardan qaçmayaraq, insanlar içərisində özünü göstərməyi bacarmalıdır. Yəni, insanlardan qaçmamalıdır. Gün ərzində kiçik özünə vaxtlar ayırmalıdır. Bir 15 dəqiqə oturub idman eləsə, nə bilim, yaxşı mahnılara qulaq assa və insanlarla söhbətdən qaçınmasa, o zaman o his yavaş-yavaş keçib gedəcəkdir. Bir digər sualımız da bir bəy tərəfindən gəlibdir. Subayam, boşanmış qadını sevirəm, ailəm bu münasibəti qəbul etmir. Bu çox möhtəşəm bir sualdır və mən həm bir ənvər olaraq, həm də bir mütəxəssis olaraq boşanmış bir xanımla ailə quran subay bir oğlanın, ailə qurmaq istəyən bir subay bir oğlanın çox təqdirə layiq görürəm və onu alqışlayıram. Burada iki cür cəsarətdən söhbət gedir. Birinci cəsarət cəmiyyətin mental dəyərlərinin kim nə deyər məsələlərinə qulaq asmayaraqdan o xanımla ailə həyatı qurmağı göz önünə almaq, bu böyük bir cəsarət. İkinci, ən önəmli cəsarət isə ailə təcrübəsi yaşamış, bir kişi təcrübəsi yaşamış bir xanımın təcrübələrinə sığınmaq cəsarəti. Bu çox önəmli bir məsələdir ki, subay bir oğlanın ailə təcrübəsi olan bir xanımın o təcrübəsinə sığınmağı çox təqdirə layiq bir şeydir və mən təcrübələrimə sığınaraq da deyə bilərəm ki, 70%, 80% bu cür hallarda çox uğurlu bir ailə həyatı sürdürülür, çox yaxşı bir ailə həyatı olur. Təbii ki, burada ola bilsin ki, oğlanın ailəsi ilə, kök ailəsi ilə, anası ilə, atası ilə üzləşməsi biraz çətin ola bilər. Amma bugün sevindirici haldır ki, artıq ailələrin çoxu övladlarının ailə həyatına qarışmamağa artıq özlərinə söz verirlər. Bu çox əla bir şeydir. Mən alqışlayıram və çox möhtəşəm bir hissdir. Təşəkkür edirik. Mən təşəkkür edirəm.